Enerji dəyəri və kalorisi üstəgəl şəkəri yüksək olan enerji içkiləri və qazlı sular. Sözü gedən içkilərin fərqli yaş qrupuna aid insanlara mənfi təsirləri müxtəlifdir. Həkimlər bu içkilərin hətta zəhərlənmələrə yol açdığını da deyirlər. Həmçinin enerji içkiləri ürək-damar sisteminə ciddi zərər vurur. Bəzən həddən artıq qəbulu ölümlə belə nəticələnir. Qəbul edilərsə nə baş verə bilər? Kofein intoksikasiyası dediyimiz kofeindən zəhərlənmə və digər alkoqol içkilərlə birlikdə qəbul edilərsə, kəskin həyati əhəmiyyətli aritmiyalara yol aça bilər. Bundan başqa baş ağrıları, arteriya təzyiqin yüksəlməsi. Ona görə bu içkilərin ümumiyyətlə hamilə qadınlar, şəkərli diabet xəstələri, arteriya hipertenziyası olan xəstələr, süd verən analar, körpə uşaqlar və yeniyetmələr tərəfindən qəbul edilməsi qətiyyən yol verilməzdir.